Bəli, gəldik çıxdıq bu uzun və dərin müzakirəmizin son hissəsinə. Keçən buraxılışda hər şeyin necə kilidləndiyini gördük. Təhrif iddiası, yəni ayələr çıxarılıb iddiası da tarixi faktlarla çökdükdən sonra bəzi cərəyanların əlində yeganə bir yol qaldı. Hansı yol? Batini, yəni gizli mənalar. Zahirdə yoxdur, düzdür. Amma batinində, dərinliyində imaməti qəsd edir fəlsəfəsi. Yəni, şəriət ayələrini tamamilə fərqli teoloji və siyasi şəxslərə bağlamaq, tamamilə elə. Bax, Əl-Kuleyni Əl-Kafi kitabının 1-ci cildinin 374-cü səhifəsində belə bir rəvayət gətirir. Bir nəfər salih bir bəndədən, yəni İmam Musa Əl-Kazımdan Ərəf surəsinin 33-cü ayəsi barədə soruşur. Ayədə deyilir, de ki, Rəbbim yalnız açıq və gizli olan bütün pis işləri haram etmişdir. Çox açıq və aydın əxlaq hüquq ayəsidir. Bəs rəvayətdə bu necə təfsir olunur? Rəvayətdə deyilir ki, Quranda haram edilən hər şeyin zahiri mənası bəllidir. Amma batini mənası qəsbkar, zülm edən imamlardır. Və Allahın halal etdiyi şeylərin batini mənası isə haqq olan imamlardır. Nə? Yəni, halal-haram kimi açıq şəriət hökmlərinin batinini şəxslərə, liderlərə bağlayırlar. Əgər insanın axirət qurtuluşu bu cür gizli şifrələrin, uzaq ehtimalların arxasında gizlənibsə, bəs bu Quranın aydınlıq və hidayət rəhbəri vəsfinə zidd deyilmi? Çox gözəl. Əsl usul alimi kimi bir məntiq yürütdün. Elə şiə alimi Seyyid Muhammed Səid Əl-Həkim də Usulül Əqidə kitabında eyni məntiqi vurğulayır. O deyir ki, imamət ümməti parçalayan ən böyük məsələ olduğu üçün onun dəlilləri gecəsi gündüzü kimi parlaq olmalıdır. İnsanlar zəif dəlillərə, şəxsi təxminlərə və uzaq ehtimallara söykənə bilməzlər. Yəni deyir ki, cənnət və cəhənnəm taleyini tapmacalarla həll etmək olmaz. Tapmaca dedin, gəldik çıxdıq bu seriyanın və bəlkə də bütün bu 5 hissəlik silsiləmizin ən möhtəşəm, ən tutarlı yekun sözünə. Şeyxud Taifə Ət-Tusinin o qızıl sözlərinə. Səbirsizliklə dinləyirəm. O necə yekunlaşdırır məsələni? Şeyx Ət-Tusi Quranın Şüara və İbrahim surələrindən ayələr gətirərək deyir. Allah deyir ki, bu Quran açıq-aydın ərəb dilində nazil olundu. Biz hər elçini öz xalqının dilində göndərdik. Və sonra o dahi sualı verir. Nə soruşur? Şeyx Ət-Tusi qüvvətli şəkildə deyir. Necə ola bilər ki, Allah onun açıq ərəb dilində olduğunu və insanlar üçün bir bəyan olduğunu vəsf etdiyi halda onun zahirindən bir şey anlaşılmasın? Doğrudan da, əgər zahirindən heç nə anlaşılmırsa, o necə aydın bəyandır? Və Şeyx Ət-Tusi sözünü belə bitirir. Məyər bu Quranı təfsirə və izaha möhtac olan bir tapmaca və gizli məna kimi vəsf etmək deyilmi? Quran belə bir şeydən çox uzaqdır. Həqiqətən də hər şeyi bitirən, heç bir əlavəyə ehtiyac qoymayan bir yekundur. Quran bir tapmaca kitabı deyil, o açıq-aydın hidayət rəhbəridir. Bütün mürəkkəb iddiaları bir aydınlıq məfhumu ilə darmadağın etdi. Bəli, bununla da imamət, usul elmi, nas qaydaları və Qurandakı dəlillərin keyfiyyəti ətrafındakı bu uzun, amma mənə görə çox dəyərli müzakirəmizi yekunlaşdırırıq. Ümid edirik ki, dinləyicilərimiz üçün zehinləri açan, düşündürücü bir silsilə olub. Bizimlə birlikdə bu dərin sulara baş vurduğunuz üçün hər birinizə təşəkkür edirik. Növbəti mövzularda, yeni podkastlarda görüşənədək.